qırmızı geyimdə Azərbaycan boksçusu döyüşəcək və hakim qısa şəkildə qaydaları izah etdi. Döyüş başlayır. Birinci raund başladı. Və Kristalova toplaşmış boks əzkarları, azarkeşlər artıq görüş başlayan kimi Elvin Isayevə dəstək olmağa başlayırlar. Əlbəttə, yarışın doğma divarlar arasında keçirilməsi, Bakıda təşkil olması boksçularımıza nəticərinə də təsir göstərir. Onlar burada özlərini daha inamlı hiss edirlər. Elvin'in de sol ələ zərbəsi dəqiq alınmadı. Elnur Abdurayimov zərbədən qaça bildi. Amma Elvin fəal başlayıb görüşə. Elnur Abdurayimov indi zərbəsi yaxşı almışdır. Referi döyüşü saxladı və knockdown qeydə alır. Knockdown qeydə alınır. Elvin Isayev knockdowna düşür. Referi 8-ə kimi sayacaq. Referi gördüyünüz kimi ilk knockdownu qeydə aldı. Özbəkistan idmançısı qüvvətli zərbəsindən sonra Elvin Isayev knockdowna düşdü və Elnur Abdurayimov indi hücumu davam etdirir. Isayev bir qədər diqqətli olmalıdır müdafiədə. Başına şahirək döyüşürdü. Referi ona görə də Elvin Isayevə iradını bildirdi. Əli ilə boynundan çəkir. Belə olmaz. Açıq əcəllə zərbə bildirirdi Özbəkistan idmançısı, yəni açıq əllə ona görə hakim ona iradını bildirdi. Görüş davam edir. Birinci raundda ayırmalıdır referi boksçular bir-birindən. Görüş davam ettirilir. Birinci raundun başa çatmasına 25 saniyə qalıb. Elvin Isayev Elnur Abdurayımovla qarşı-qarşıya gəlir və indi müdafiədə diqqətli olmalı boksçumuz. Çünki Abdurayımov son saniyələrində də birinci raundun fikir versə bir neçə dəqiqə zərbə vurma imkan tapdı. Əvvəlcə Isayevin qarın boşluğuna zərbə indirir, amma indi quşaqdan aşağı zərbə vururdu. Özbəkistan idmançısı buna görə hakim görüş saxladı. Və birinci raund başa çatır. Birinci raund başa çatdı. Görək ilk raundda hakimlərin qiymətləndirməsi necə olacaq. Birinci raundda bir dəfə Isayev knockdowna da düşdü. Elvin Isayev bir neçə dəfə Dünya Avropa çempionatlarında medalın İkinci raund başlayır. Elvin Isayev bir dəfə 19-22 yaşlar arasında Avropa çempionatının qalibi olub. Kaliningradda keçirmişdi həmin yarış. Və düzdür, EUBC Avropa Boks Konfederasiyası həmin turniri təşkil etdi, amma sonradan bu yarış keçirilmədi. Əslində maraqlı bir yarış idi. 19-22 yaşlar arasında bir turnir idi bu. Elvin Isayev də həmin yarışda birinci yerə layiq görülmüşdü.
İkinci raundda bir qədər fəallaşdı İsayev. İndi ardıcıl zərbələr endirə bilər Özbəkistan idmançısına və kanatın kənarında boksçular döyüşürlər. Əllərlə tutublar bir-birini və hakim buna fikir verməlidir. Çünki yaxın döyüş getdi bir qədər və indi yenidən boksçular məsafədə döyüşməyə başlayırlar. Abdurrahimov İsayevin üzərinə gəlir. İsayev də buna cavab verməyə çalışır. Və bu boksçular bir-birlərindən bir daha qeyd edim ki, güclü və zəif tərəflərini bilirlər. Çünki Özbəkistan komandası Bakıda təlim məşq planşında oldu, sparing döyüşlər keçirildi və həmin vaxtı Elvin Sayev də yəqin ki, Elnur Abdurahimovla birgə toplanışda iştirak edib. Gilan klubunu təmsil edir Elvin Sayev. Gilan klubunda əsas liderlərdən biri sayılır. Özü isə Gəncə boks məktəbinin yetirməsidir. Gəncədən doğulub, sonra Bakıya köçər, ekip məşqlərini məhz Bakıda edir. Gilan klubunda hazırlıq keçir. On 15 saniyə qaldı ikinci raundun başa çatmasına, son saniyələr. Görək, bu döyüş, bu raund necə yekunlaşacaq. Hələ qarşıda üçüncü raundda var. Abdurrahimov fəaldır. Üçüncü raundda Özbəkistan idmançısı fəallığı ilə seçilir. Daha çox cəhd edir, daha çox zərbə endirir. 19, bu dəfə hər üç hakim Elvin Sayevə üstünlük verdi. Ümumi hesab 19-19'dur hər üç hakimin qiymətləndirməsində və üçüncü raund başlayacaq. Üçüncü raund həll edicidir. Görək, üçüncü raundu hansı boksçu öz aktivinə yazsa, o da qalib gəlmiş olacaq. Olur ki, İsayev üçüncü raundu daha yaxşı işləməlidir və hakim ayırdı boksçuları bir-birindən, döyüş davam etdirilir. İsayev həmişə döyüşkən bir üslubda mübarizə apara ringdə, yəni o heç vaxt ikinci nömrə kimi işləmir həmişə. Birinci nömrə kimi döyüşür. Və hətta uduzduğu görüşlərdə belə, məğlub olduğu qarşılaşmalarda belə o sona qədər rəqibin üzərinə gedir. Yəni bu cür əlbəttə ki, müsbət keyfiyyətləri var bu boksçunun. Deyəsən, Özbəkistan idmançısı zədələnir Elnur Abdurrahimov və döyüşü saxlayır. Bəli, qaşı partlayıb və baxaq görək qanın qarşısı alınmazsa, ola bilsin ki, bu döyüş dayandırılsın. Görək, həkimlər nə qərar verəcəklər. Evet, qanın qarşısını almağa çalışır həkimlər. Bəli, döyüş davam etdirilir. Birinci cəhd olduğu üçün döyüş davam etdiriləcək və indi Elvin Sayev elə həmin yerə rəqibin qarşısına doğru zərbələr vurmaqda davam etməlidir. İsayev üçüncü raundda daha yaxşı müdafiə olunur ki, verirsə Elnur Abdurahimovun zərbələrindən yaxşı qaçır üçüncü raundda. Döyüşü düzgün qurur. Yenidən hakim görüşü davam etdirir. Elvin İsayev və Elnur Abdurrahimov arasında 60 kg çəki dərəcəsində yarım final görüşü və bu görüşün qalibi finalda Qazaxıstan idmançısı Nurbol Kaljanovla üzə gələcək. Bir qədər əvvəl Nurbol Kaljanov yarım finalda Rusiyalı Viçislav Şipunovu məğlub etdi. Elvin İsayev Bolqarıstanda keçirilən Stranja turnirində də qalib gəldi və hətta finalda o Ermənistan boksçusunu məğlub etmişdi. Çox yaxşı keçirdi o Stranja turnirini. Qeyd etdim ki, bu iki Stranja turniri həm də iştirakçıların sayı baxımından seçilirdi, eləcə də ölkələr baxımından, yəni hər çəki dərəcəsində idmançıların sayı da çox idi. Çox gərgin bir turnir keçdi və Elvin Sayev həmin yarışda birinci yerə layiq görüldü.
Son 15 saniyə döyüş başa çatmazdır. 3-cü raund. Son 10 saniyə və görək son saniyələrdə kim daha fəal olacaq. Elnur Abdurrahimov zərbələri alınmır. İsayev ona cavab verməyə cəhd göstərdi və döyüş başa çatır. Bir qədər sonra biz qiymətləri biləcəyik və görünür sona qədər üstünlüyünü qoruyub saxlaya bilmədi. Bəli, Elvin İsayev bu görüşdə qalib gəlir. 29-28, 28-29 və 29-28 2-1 hesabı ilə İsayev bu görüşdə qalib gəldi. Hörmətli tamaşaçılar, bununla da Kristal Hall'dan canlı yayımızı başa vururuq. Yayımın rejissoru Teyyub Məmmədov idi.